Salam uşaqlar, lisey sualı ilə qarşınızdayım. 29-cu sual belə bir bərabərsizlik verir. Deyir, x-in mümkün natural qiymətlərini tapın. Biz müqayisə eləyəndə kəsirləri ya sürətləri bərabərləşdirir, ya məxrəcləri. Və təbii ki, başqa üsullar da var. Artıq o kəsirlərdən asılıdır. İndi biz burada sürətlərini bərabərləşdirsək daha yaxşı olur. Onda burada sürət 2-dirsə, digərlərində sürətini 2 eləyək. Yəni sürət və məxrəc hər birini 2-yə vuraq. Onda 5-də 1-in sürət və məxrəcini 2-yə vursa eləyəcək 10-da 2 kiçikdir 2x-da 2 olacaq və o da kiçikdir nə olacaq 3-də 2-dən. Deməli, biz bilirik ki, sürətləri bərabər olan kəsirlərin məxrəci kiçik olan böyük olur, böyük olan kiçik olur. İndi isə burada sürətlər bərabərdirsə, mən artıq sürətlərə baxmayacağam, baxacağam nəyə? Məxrəclərə. Deməli, 2x hansı aralıqda dəyişməlidir? 10 ilə 3-ün arasında. Burada da x-in yerinə yaza bilərəm 2, 3 və 4. Cəmi də eləyir, bizdən cəmini soruşur 9. Yəni doğru cavab olacaq C variantı.